Bəzi gənclər İraq yaxşılarına yerin bilmir, ədəbin bilmir, əxlaqın bilmir. Görürsən ki, küçədən keçir, dostu ilə zarafat var, buradan o tərəfə dostu ilə söyüşlə zarafat edir. O küçədən keçən kiminsə anası, bacısı, hətta uşaq var orada. Yəni bugünkü gündə bir böyük insan olaraq o uşaq sənin baxım nə ilə götürsün. Və onu da deyim, sənin bacının yanında, anavın yanında, nə bilim mən, xalavın qızı, bibin qızı, dayın qızı yanında kimsə söyürsə sənə ləzzət eləyər. Əgər qeyrətli şəxsənsə sənə ləzzət eləməyəcək. Və cəmaatın da qeyrəti vardı, namusu vardı. Niyə söyürsən? Hə? Yəni mən başa düşə bilmirəm. Söymək belə yaxşı şeydir. Biz də söyək də. Nə ədəb bilirsiniz, nə əxlaq bilirsiniz, nə böyük bilirsiniz, nə kiçik bilirsiniz. Bəziləri bizə aiddir. Ayıbdır, Allaha and olsun. Biraz mədəniyyətli olun, biraz özünüzü hörmət eləyin. Özünüzü hörmət eləmirsə, qıraq insanlara hörmət eləyin. Allah hidayət eləsin.